Daşınmaz əmlak bazarında müşahidə olunan bahalaşma cəmiyyətdə ən çox müzakirə olunan məsələlərdəndir. Xüsusilə də paytaxtda qiymətlərin yüksəlməsi kirayə bazarına da ciddi təsir göstərir. Bəs qiymət artımının səbəbləri nədir? Qiymətlər baha olur. Yəni yerə baxır da, başa düşürsən? Ümumiyyətlə mənə elə gəlir ki, imkanı olmayan, evi olmayan adamlar üçün elə şərait yaratmaq lazımdır ki, yəni qiymətdən narazı olmasın. Satan olanda deyirlər qiymətlər düşürdürlər. Alan olanda deyirlər qiymətlər qalxıb qaldırırlar. Məncə evlərin qiyməti biraz bahadır. Yəni vətəndaşları nəzərə alaraq tikinti çoxdur və ona uyğun, yəni ki, cavanlara biraz güzəşt eləmək lazımdır ki, hər kəs ev sahibi ola bilsin. Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Orucun sözlərinə görə artım tendensiyası 2022-2023-cü illərdə başlayıb. Bu ildə bahalaşmanın olacağı istisna edilmir. Son 4 ildə əmlakın qiymətləri ölkəmizdə, xüsusilə Bakı şəhərində durmadan artır və 2022-23-cü illərdə bu artım daha aqressiv artım oldu. 24-cü ildə bu artımda müəyyən fərqlər meydana gəldi və əvvəlki illərə nisbətən artım müəyyən qədər belə deyək ki, azaldı. 25-ci ildə isə bu artım davam etdi və stabilləşməyə doğru bu proses getməyə başladı. Əmlak artımı ölkəmizdə təqribən 2026-cı il üçün köhnə binalarda 6,5%, yeni binalarda mənzillər təqribən 10% civarında artıma məruz qalacaq. Belə ki, bildiyimiz kimi torpağın qiyməti təbii sürətdə artır, digər əmlak növlərindən fərqli olaraq. Yəni dövr keçdikcə ildən ilə torpaq sahələri azalır. Həm vətəndaşlarımızın sayının artımına görə, həm də ki, yenidən qurma işlərinin davamlı şəkildə həyata keçirilməsi, abadlıq işlərinin aparılması, yeni binaların tikintisinin başlanması ilə əlaqədar olaraq və eyni zamanda söküntü prosesinin bildiyiniz kimi Bakı şəhəri baş planı 2040-a uyğun olaraq söküntü prosesi nəticəsində də bir çox binalar söküntüyə məruz qalır və onların sakinləri daşınmaz əmlak bazarına müraciət etdiklərinə görə daşınmaz əmlak bazarında qiymət artımı baş verir. Daşınmaz əmlak bazarında qiymət artımı həm iqtisadi amillər, həm də demoqrafik proseslərlə əlaqəlidir. Mütəxəssislər artım tempinin mərhələli şəkildə davam edəcəyini proqnozlaşdırırlar. Sevinc Əliyeva, Zemfira Rəcəb, Nurlan Sultanzadə, Beyrək Babayev.